36-cı hissə Səhvlərdən öyrənmək. Karl Popper və Thomas Kuhn 1666-cı ildə gənc alim bağda ağacın altında oturduğu zaman budaqdan başına bir alma düşür. Budaqdan qopan almanın nə üçün yuxarı və ya yan tərəfə deyil, məhz aşağı düşməsi onu maraqlandırmışdı. Bu alim Isaac Newton idi və bu hadisə onu alma ilə yanaşı planetlərin də hərəkətini izah edən gravitasiya qanununu kəşf etməyə ruhlandırmışdı. Bəs sonra nə baş verdi? Sizcə Newton öz nəzəriyyəsinin düzgünlüyünü tam şəkildə isbat edən dəlillər toplamağa başladı? Eləmi? Karl Popperə görə isə belə olmadı. Bizim hamımız kimi alimlər də öz səhvlərindən nələrsə öyrənirlər. Reallıq haqda müəyyən bir düşüncəmizin yanlış olduğunu anlayanda elm də inkişaf edir. Dünyanın quruluşunu, insanlığın necə dərk etməsinə dair Karl Popperin fikri iki cümlə ilə məhz belə ifadə oluna bilərdi. O, öz ideyasını formalaşdırmazdan öncə çox adam alimlərin öz nəzəriyyələrini isbat etmək üçün xeyli dəlil topladıklarını düşünürdü. Popperə görə isə alimlər əslində öz nəzəriyyələrinin yanlış olduğunu isbat etməyə çalışırlar. Hansısa nəzəriyyəni yoxlamaq, onun səhv olduğunu aşkara çıxarmaq cəhdidir. Tipik alim hansısa bir fikir və ya ehtimalla işə başlayır və bu fikrin yanlış olduğunu sübuta yetirmək üçün eksperimentlər və müşahidələr aparır. Elm yaradıcı və həyəcan dolu bir əyləncədir, lakin heç nəyin doğru olduğunu isbat eləmir. O, yalnız səhv fikirləri, düşüncələri ortadan qaldırır və məhz bu sayədə həqiqətə yaxınlaşır. Popper 1902-ci ildə Viyanada doğulmuşdu. Ailəsi xristianlığı qəbul etsə də milliyyətcə yəhudi idi və 1930-cu ildə Hitler hakimiyyətə gələndə Popper müdriklik edib təcili qaydada ölkəni tərk etmiş, öncə Yeni Zelandiyaya, oradan isə İngiltərəyə getmişdi. Orada məskunlaşandan sonra London İqtisad Məktəbində işə düzəlmişdi. Gənc yaşlarından elmə, psixologiyaya, siyasətə və musiqiyə böyük maraq göstərirdi. Fəlsəfəyə isə dərin sevgisi vardı. Ömrünün sonlarında elm fəlsəfəsinə və siyasi fəlsəfəyə böyük töhfələr vermişdi. Popper elmi üsullar haqda yazmağa başlayana qədər əksər alimlər və filosoflar elmin hansısa nəzəriyyəni isbat edəcək dəlillər toplamaqdan ibarət bir iş olduğunu düşünürdülər. Əgər qu quşlarının hamısının ağ olduğunu isbat etmək istəyirsinizsə, çoxlu ağ rəngli qu quşunu müşahidə altında tutmalısınız. Gördüyünüz bütün qu quşları ağ olarsa, bu nəzəriyyənin doğruluğunu sübuta yetirər. Bu cür əsaslandırma gördüyüm bütün qu quşları ağdır fikrini, bütün qu quşları ağdır iddiasına gətirib çıxarır. Avstraliyada və bir çox heyvanxanalarda qara qu quşlarına da rast gəlmək olar. Onda belə çıxır ki, bütün qu quşları ağdır qənaəti toplanan dəlillərin yanlış nəticəsi imiş. Minlərlə qu quşunun ağ olduğunu müşahidə etmiş olsanız belə, bu fikir yanlış çıxa bilər. Deməli, qu quşlarının hamısının ağ olduğunu qətiləşdirmək üçün hər bir qu quşuna diqqət yetirmək tələb olunur. Əgər bircə dənə də olsa qara qu quşuna rast gəlsəniz, sizin bütün qu quşları ağdır iddianız yerlə yeksan olar. Bu, induksiya probleminin bir versiyasıdır və David Hume hələ 18-ci əsrdə bu məsələ barədə yazmışdı. İnduksiya deduksiyadan xeyli fərqlənir. Problemin kökü isə bundadır. Deduksiya məntiqi əsaslandırmanın elə bir növüdür ki, ondakı başlanğıc nöqtə doğru olarsa, sonraki məntiqi nəticə də mütləq doğru alınır. Gəlin məşhur bir nümunəyə müraciət edək. Bütün insanlar ölümlüdürlər və Sokrat insandır fikrinin məntiqi yekunu Sokrat ölümlüdür fikridir. Əgər bütün insanlar ölümlüdür və Sokrat insandır fikirlərini qəbul edib, Sokrat ölümlüdür fikrini inkar etsəniz, o halda siz öz-özünüzü inkar etmiş olarsınız. Bu, Sokrat həm ölümlüdür, həm də ölümsüzdür demək olardı. Başqa bir nümunəyə baxaq. Birinci iddia, bütün balıqların qəlsəməsi var. İkinci iddia, John balıqdır. Nəticə, buna görə John'un da qəlsəməsi var. Birinci və ikinci iddianın doğru olmasını, nəticənin isə yanlış olduğunu söyləmək absurd olardı.
Bu tamamilə məntiqsiz bir yanaşmadır. İnduksiya isə bundan tamamilə fərqlənir. İnduksiya zamanı öncə müşahidə aparılır, sonra isə ümumi nəticəyə gəlinir. Əgər 4 həftə ard-arda hər çərşənbə axşamı yağış yağarsa, buradan belə nəticə çıxara bilərsiniz ki, hər çərşənbə axşamı yağış yağır. Bu hal induksiyadır. Sadəcə bir çərşənbə axşamı yağışın yağmaması çıxardığınız nəticəni puç etmək üçün kifayətdir. 4 ardıcıl çərşənbə axşamı isə bütünlükdə çərşənbə axşamları barədə fikir yürütməniz üçün yetərsizdir. Qu-quşları nümunəsində olduğu kimi minlərlə müşahidə belə ümumi və qəti fikrə gəlmək üçün kifayət eləmir. İldə sadəcə bir yağışsız çərşənbə axşamı da kifayətdir. Və bu bir induksiya problemidir. O qədər etibarsız müşahidəyə əsaslanıb nəticə çıxarmaq məhz belə adlanır. İçəcəyiniz növbəti bir stəkan suyun sizi zəhərləməyəcəyini hardan bilirsiniz? Cavab: çünki indiyədək içdiyiniz suların heç biri hələlik sizi zəhərləməyib. Buna görə də ehtimal edirsiniz ki, növbəti bir stəkan su da sizi zəhərləməz. Lakin yenə də bu nəticəyə hədsiz güvənməkdən ötürü əlinizdə kifayət qədər əsas yoxdur. Bir çox alimlər kimi siz də elmin induksiya vasitəsilə inkişaf etdiyini düşünürsünüzsə, o zaman induksiya problemi ilə üzləşəcəksiniz. Elm bu qədər etibarsız əsaslandırma üsuluna necə istinad edə bilər? Elmin inkişafına dair Popperin nəzəriyyəsi bu problemdən yayınır. Çünki onun fikrincə elm induksiyaya əsaslanmır. Alimlər hipotezdən başlayırlar və bu reallığın təbiəti haqda düşüncə ehtimalıdır. Misal üçün, bütün qazlar qızdırılanda genişlənirlər. Bu, sadə bir hipotezdir. Lakin real həyat elmi bu pillədə böyük yaradıcılıq və təsəvvür gücü tələb edir. Alimlər öz ideyalarına müxtəlif yerlərdə rast gəlirlər. Avqust Kekule, məsələn, yuxusunda öz quyruğunu dişləyən bir ilan görmüşdü və bu yuxu ona benzol molekulunun heksagonal həlqə olması haqda ideya vermişdi. Bu hipotezin yanlışlığını alimlər hələ sübut etməli idilər. Sonra alimlər hipotezlərini sınağa çəkmək üçün üsullar düşünürlər. Qazlarla bağlı misalda olduğu kimi çoxlu sayda qazdan nümunələr götürüb onları qızdırırlar. Lakin sınaqdan keçirmək hələ hipotezi sübut eləmək deyildir. Hipotez özünün yanlışlığını isbata çalışan cəhdləri boşa çıxarmalıdır. İdealda alimlər istidən genişlənməyən bir qaz axtaracaqlar. Unutmayın, qu-quşları nümunəsində yalnız bir qara qu-quşunun varlığı bütün fikri məhv etməyə gətirdi. Eyni şəkildə burada da istidən genişlənməyən yalnız bir qazın olması bu hipotezin yanlışlığını sübuta yetirməyə yetər. Alim hipotezin yanlış olduğunu sübut edə bilirsə, bu bizə əlavə bilik vermiş olar. Çünki müəyyən bir hipotezin yanlışlığı artıq sübuta yetirilir və məsələ bitir. Biz nə isə öyrəndiyimiz üçün bəşəriyyət inkişaf edir. Bir çox qazın istidən genişlənməsini müşahidə etmək isə bizə heç bir yeni bilik verməyəcək. Bəlkə də hipotezin doğru olmasına biraz artıq inam aşılayacaq. Lakin əks nümunə bizə doğrudan da nə isə öyrədir. Popperə görə istənilən hipotezin əsas xüsusiyyəti onun yanlış olduğunu sübut eləməkdir. O, bu ideyadan elm və psevdo-elm arasındakı fərqi müəyyənləşdirmək üçün istifadə edirdi. Elmi hipotez yanlış olması isbatlana bilən hipotezdir. Əgər mən desəm ki, məni bu cümləni yazmağa vadar edən qüvvələr var, mənim bu fikrimin yanlış olduğunu isbat etmək üçün əlimdə heç bir dəlil olmaz. Əgər məni yazmağa vadar edən qüvvə gözə görünməzdirsə və heç bir iz buraxmırsa, onda iddiamın yanlış olduğunu isbat etməm də mümkün olmaz. Yanlışlığı sübuta yetirilməyəcək bir hipotez elmi hipotez sayıla bilməz. Eyni əsasla Popper psixoanalizin yanlış təlim olduğunu sübut etməyin mümkünsüzlüyünü düşünürdü. Mühakimələrin test edilə bilməyəcəyini hesab edirdi. Misal üçün, əgər kimsə hamının alt şuur istəkləri ilə motivasiya olunduğunu iddia edirsə, bunu isbat etmək mümkün deyil. Popperə görə alt şuur istəkləri ilə motivasiya olunan insanların bunu inkar etməsi də daxil, hər bir dəlildən psixoanalizin əsaslı olmasına bir sübut kimi istifadə edilə bilərdi.
Onda psixoanalitik deyəcəkdi ki, sizin alt şuur istəkləriniz əsasındakı davranışları inkar etmənizin özü sizin daha güclü alt şuur istəklərinizin varlığından xəbər verir. Lakin bunun yanlış olmasını isbat etmək üçün heç bir üsul və ya test mövcud deyildi. Beləliklə də Popper iddia edirdi ki, psixoanaliz elm deyildir. O, bizə digər elmlər kimi hər hansı bilgi verməkdən uzaqdır. Popper eyni şəkildə tarixin marksist yozumuna da qarşı çıxır. Hər bir mümkün nəticənin tarixdə siniflər arası mübarizədən irəli gəldiyini sübut etməyin vacibliyini dəstəkləyirdi. Və yenə də bu ideya sübut edilə bilməyəcək bir hipotezə əsaslanırdı. Bunun əksinə olaraq Albert Einstein'in işığın günəş tərəfindən cəzb edilməsi nəzəriyyəsinin yanlış olması isbat edilə bilən bir müddəa idi. Buna görə də o elmi nəzəriyyə sayıla bilərdi. 1919-cu ildəki günəş tutulması zamanı ulduzların məlum vəziyyəti bu nəzəriyyələrin yanlışlığını sübuta yetirə bilmədi. Halbuki bunu isbat edə bilərdi. Adi halda ulduzların işığı görünmür. Lakin günəş tutulması kimi nadir hadisələr zamanı alimlər ulduzların Einstein'in öz nəzəriyyəsində dediyi yerdə olduqlarını müşahidə edə bilmişdilər. Əgər ulduzlar başqa mövqelərdə dayanmış olsaydılar, bu Einstein'in kiçik cisimlərinin böyük cisimlər tərəfindən cəzbi nəzəriyyəsini iflasa uğradardı. Popper isə bu müşahidələrin Einstein'in nəzəriyyəsini isbat etdiyini düşünmürdü. Yalnız nəzəriyyənin yoxlanıla bilməsi və alimlərin onun yanlış olduğunu sübut edəcək heç bir dəlil tapmaması nəzəriyyəsinin xeyrinə işləmişdi. Einstein öncə görənlik etmişdi və bu yanlış çıxa bilərdi. Lakin belə olmadı. Bir çox alim və filosof Popperin elmi üsulları necə şərh etməsinə heyran idi. Tibb sahəsində Nobel mükafatı qazanmış Peter Medawar demişdi: "Məncə Karl Popper elm aləminin indiyədək gördüyü ən dahi filosofdur." Alimlər öz fəaliyyətlərinin yaradıcı və təxəyyüllü bir şəkildə dərkindən xüsusi həzz alırdılar. Onlar Popperin alimlərin necə işlədiyini anladığını duyurdular. Filosoflar Popperin problem və induksiya ilə çətin vəziyyətə düşməsindən də məmnun idilər. 1962-ci ildə Amerikalı fizik və elm tarixçisi Thomas Kuhn Elmin İnqilabi Quruluşu adlı kitab nəşr etdirmişdi. Və orada elmin inkişafına dair müxtəlif hekayələr toplanmışdı və Popperin təklif etdiyi üsulun yanlışlığı göz qabağında idi. Kuhn Popperin elm tarixini diqqətlə öyrənmədiyini düşünürdü. Alimlər öz dövrlərində bəlli olan hansısa bir fikir və ya paradigma əsasında işləyirdilər. Misal üçün, insanlar yerin günəş ətrafında dövr etdiyini öyrənməzdən öncə günəşin yerin ətrafında dövr etdiyini düşünürdülər. Astronomlar bütün hesablamalarını və araşdırmalarını bu fikrə əsaslanaraq aparırdılar və onun doğruluğunun sübutuna çalışırdılar. Bu paradigma əsasında işləyən alimlər, misal üçün Kopernik, yerin günəş ətrafında dövr etdiyini aşkara çıxaranda bu fikir bir yanılma kimi qəbul edilmişdi və onun öz hesablamalarında səhvə yol verdiyi düşünülmüşdü. Kuhn'a görə aşkarlanmasını gözləyən heç bir fikir yoxdur. Əksinə, mövcud fikirlər və paradigmalar sizi müəyyən bir düşüncəyə kilidləyir. Kuhn'un paradigma dəyişməsi adlandırdığı hadisə baş verəndə hər şey daha maraqlı olmağa başlayır. Mövcud hansısa bir düşüncə tamamən alt-üst olanda paradigma dəyişməsi baş verir. Bu, alimlər mövcud paradigmaya zid hansısa faktı aşkar edəndə meydana çıxır. Günəşin yer ətrafında dövr etməsi fikrinə uyğun gəlməyən kəşflər də buna misaldır. Lakin bu halda da insanların öz əvvəlki düşüncələrindən əl çəkmələri müəyyən zaman tələb edir. Ömürləri boyu eyni paradigma çərçivəsində fəaliyyət göstərən alimlər hansısa tamamilə yeni bir fikri qəbul etməyə həvəsli olmurlar. Onlar gec-tez yeni fikri qəbul etməyə hazır olanda normal bir elm periodu başlayır və bu dəfə o artıq yeni bir fikrə əsaslanır və bu qayda ilə inkişaf davam edir. Yerin kainatın mərkəzi olması düşüncəsi iflasa uğrayanda da məhz bu baş vermişdi. İnsanlar kainat haqda bu səpkidə düşünməyə başlayanda planetlərin qalaktikada tutduqları yer və hərəkət trayektoriyaları ilə bağlı daha normal elmi fəaliyyət başlamışdı.
Popper'in normal elm konseptini qəbul etməsinə rəğmən, elm tarixinin bu cür izah edilməsi ilə razılaşmaması heç də təəccüblü deyil. Onun özünün köhnə fikirli alimlər cərgəsində olması və ya reallıq haqda həqiqətə Kuhundan daha yaxın olması cavabsız sual olaraq qalır. Alimlər real eksperimentlər aparırlar. Filosoflar isə öz argumentlərinin isbatı üçün düşüncə eksperimentlərindən yararlanırlar. Filosoflar Philippa Foot və Judith Jarvis Thomson bizim mənəvi düşüncəmizin vacib xüsusiyyətlərini aşkara çıxaran və diqqətlə qurulmuş bir sıra düşüncə eksperimentlərinə imza atıblar.